Aygün xanımın baxırsan qaş gözünə, həm səsinə heyransan sözünə. İndi ötən diva deyir özünə, indi deyən diva deyir özünə. A hərfini yığışdırın önündə, A hərfini yığışdırın önündə. Show business nə gündə sən nə gündə. Bəzi insanlar tez-tez mahnılar çıxardırlar, tez-tez duetləri oxuyurlar ki, birdən yaddan çıxarıq. Onlar bu qorxu var. Bu hobiya var ki, birdən gündəmdən düşərəm. Misal üçün, Aygün xanım aşağı yuxarı nə qədər? Bir 30 il var. 35 ilə yaxındır. 35 ilə yaxındır. Yəni, adamın, yəni bir xanım kimi bu cür ayaq üstə durmağı sənət olaraq, çalışqanlığı, yəni çox alqışa layiqdir. Çünki mən eşitmişəm dəfələrlə, hətta evini belə satıb, bütün xərclərini. İndi ev tikirə özünə. Hə, Aygün xanım evini də satıb öz sənətinə qoyub, əlinə gələn bütün gəlirlərin də böyük hissəsini kliplərinə xərcləyir, mahnılara xərcləyir. Bu, bilirsiniz nəyin göstəricisidir? Bir insan əgər bir şeyi qurban verməyi bacarmırsa, gərək o yolda addımlamasın. Bu fədakarlıqdır. O özünə inanır ki, onu eləyir. Düzdür, bir insan öz 300 minlik, 400 minlik evini satsın, gətirsin hansısa bir proyektə yatırsın, bu tutmaya da bilər, alınmaya da bilər. Aygün olmur, istəyir dünyanın ən məşhur müğənnisi olsun. Yəni, adam görsə həmişə axtarışdadır, həmişə çalışır, vuruşur, məşqlər edir, saatlarla rəqslər edir. Getdiyi, mən azdan çoxdan xəbərim var, məlumatım var ki, çıxış elədiyi məkanlara 2-3 saat əvvəlcən gedir, orada izləyir hər detallı, hazırlıq görür belə. Yəni, bu onun göstəricisidir ki, adam özünün adına güvənmir. Mən Aygünəm deyə özünü rahatlamır. Hər gün axtarışdadır, hər gün çalışır.